Salam, mən Qusar rayon 4 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Qırxlarov Sənan. Mən boş vaxtlarımda kitab oxumağı çox sevirəm. Mən Təlim müəllim sayəsində kitab oxu layihəsinə qatıldım. Oxuduğum kitablardan biri Mehdi Uşaq və digərləridir. İndi mən sizə bu kitabdan Altay və qarışqalar mətnini danışacağam. Altay həmişə evin qırağındakı qarışqaları əzər, onların yuvalarını çubuqla dağıdardı. Qarışqalar onun əlindən lap təngə gəlmişdi. Bir gün Altayın qardaşı dedi, sən nə qədər qarışqalar ziyan görsən də, bir gün onlar sənin intiqamını alacaq. Altay öz bildiyini buraxmırdı. Altay qarışqaların yanına gedəndə hiss elədi ki, boyu balacalaşır. Qarışqalar ona dedi, indi biz sənin intiqamını alacağıq. Altay yalvardı və qarışqalar ona bağışladı və bir də belə bir şey etməyəcəyini dedi. Sizə də boş vaxtlarında kitab oxumağınızı tövsiyə edirəm. Sağ olun.